Aleyküm salam və rahmetullah. Artıq dəfələrlə qardaş demişəm ki, o bidətçinin, o hizbiçinin kitabını oxumayın. Daha doğrusu tərcümələrin, nəinki Quranın tərcüməsin. Və ona maliyyə cəhətdən də kömək eləmək düzgün deyil ki, onları yaymağa. Aleyküm salam və rahmetullah. Amma qaldı ki, o birisinin barədə o keçmiş dərslərinə qulaq asmaq. Hətta keçmiş dərslərinə qulaq asmayın. Qulaq asmayın. Düzgün fikir deyil o, keçmiş dərsləri. Məsləhət deyil qardaş. Hətta keçmiş dərslərinə qulaq asmayın. Çünki adam minhəci məlum deyil, minhəcin gizlədir, minhəci bayraqdır. Ona görə hələ adamlara qulaq asmayın. Nəinki söhbət ondan gedir. Ümumiyyətlə, hələ adamlara qulaq asmayın. O adam problemdir, qardaşlar. O adam birinci sələfi deyil. O adam hizbidir. Aleyküm salam. Qardaş soruşur, bu Veysəllə Muxtardan elm götürmək olar. Veysəl məsləhət deyil. Veysəldir və Adildir, bunlar məsləhət deyil. Aleyküm salam. Amma o ki qaldı, mən deyirəm filan kəsə kiminsə, məsələn Veysəldir və ya başqasıdır, qulaq asmayın və s. Buna səbəblər var, qardaşlar. Bu fəlakət zad deyil. Adam aza bilər, lakin de Veysəl qardaşı qalanda məsələ, bilirsiniz ki, onun ətrafında biraz söz-söhbəti var idi. Gürcüstanda məsələn təkfirçilər onu dəstəkləyirdi. O birisi qardaşları, sələfləri, məsələn, dərslərində oturmuyordu, təkfirçilər gəlib onun dərsində otururdular və s. Adil düzəlməyib, qardaş. Adil düzəlsəydi mən deməzdim. Mən deyirəmsə, deməli nəsə var. Düzdür, mən deyirdim, oradakı söhbətləri bura gətirməm. Mən oradakı söhbətləri bura gətirməmişim ki. Bunun o Adilin o hizbi olmağına və ya kimisə problemi olmağına minhəcində onun nə dəxli var? Aleyküm salam. Qardaş soruşur, bu Veysəllə Muxtardan elm götürmək olar. Veysəl məsləhət deyil. Veysəldir və Adildir, bunlar məsləhət deyil. Abu Zeyddə problem var. Abu Zeyd hələbiçidir, nəyi var? O bəziləri demişkən, nəyi var? O məsələdə o problemdir və biz heç vaxt onunla razılaşmayacaq. Heç vaxt. Və hətta axırıncı görüşümdə də Şeyx Rəbi dedi ki, onlarla mübarizə apar, hələbiçilərlə. Abu Zeyd isə Hələbinin elə bil ki, Azərbaycanda nümayəndəsidir. Salam. Amma qaldı ki, o qardaş deyən Abu Zeyd barədə qulaq asmaq hələlik məsləhət deyil. Məsləhət görmürəm hələlik. Çünki çox həddindən artıq Hələbini müdafiə eləyir. Salam. Qardaş soruşur ki, əlbəttə o qulaq asmaq olar. Əlbəttə, axı istefa vermişdir, mən qayıtdı istefadan. Məsləhət deyil o, məsləhət deyil, çünki o çox şey elədir, düzdür, nəfsi söhbət deyil, yəni minhəcində problem var onun. Yəni, bilinmir, bu İbrahim Ruheyli Peyğəmbər deyil, Musa aleyhissalam deyil və s. Yəni, ona görə qəribə üslublar yaratmaq məsləhət deyil, hələ aydın olanaca məsləhət deyil. İkincisi o mübariz qardaş haqqında soruşmaq istəyirəm. Birisi o belə Ərxan Səfəti qovulub da mübariz. Deyirlər Onun haqqında nə deyirlər? Vallahi o da elə o birisi kimidir də. Yəni aydın deyil. Yəni o deyir ki, Ərxanın dərslərinə qulaq olmaz kitablarına. Onun da həmçinin dərsləri var, kütbələri var, internetdə bunu verir. Kim onu dəstəkləyir, ondan çəkinin. Çünki o hal-hazırda o bizim üçün bidətçi sayılır. Turab Ərxan Musaydan söhbət gedir. Bəli. O biz üçün bidətçi sayılır, məlum deyil. Aleyküm salam. Bəxtiyar Turabov barədə elm götürmək belədir ki, o qardaş Misirdə oxuyub. Hələ gəlib, mən belə eşitməmişəm o elmdən danışır. Sadəcə ərəb dili əsası öyrədir, o işlə məşğuldur. Quran-ı Kərim və ərəb dili. O cəhətdən bir şey yoxdur. Amma belə başqa şey deyəmərəm, çünki tanımıram yaxşı belə. Sadəcə qardaşı salamatdır. Amma qaldı ki, özün da bilməm minhəc məsələlərində necədir. Sadəcə ərəb dili öyrədir və salam. Yəni şəri elm əlhamdülillah kifayət qədər qardaşlar var, yəni sabit. Onlara üstünlük verin. Salam. Amma Emin Hacıyev barədə qardaşımızdır, tələbə də oxuyur. İndi onun bir yanaşması var. Hər halda hələm oxuyur. Söhbətimiz də olub.
Əsas məsələ İbrahim Ruheyli barədədir. İbrahim Ruheyli bizə çox maraqlı deyil, amma hər halda ona görə biz hansısa kiməsə görə istəmirik itirək onu da. Amma hər halda inşallah qoy qutarar, biraz qutarsın, qoy bitirsin, qayıtsın, ondan sonra bilinəcək inşallah, bilinəcək. Və aleykum salam. Orada sual verdilər mənə ki, bir neçə dənə tələbə çəkdilər, tələbəni adın. Mən dedim, o birislə aydın deyil, yəni o ad çəkiblər də. Orada Muxtarla deməli Ömər barədə dedim, aydın deyil. Çünki ola bilmirəm, bu söhbətləri, mövqeyləri aydın deyil. Əksinə müdafiə edirlər olar, ixlaslanır, sonra adil söhbətində onu müdafiə edirlər. Ona görə aydın deyil. Onu demək istəmişəm. Və aleykum salam. Amma Turab barədə isə vallahi o birisi ilə, o Musayevlə yaxındır. Ona görə o problemdir. Yəni necə əvvəlki söhbətimdə elədim, bidət əhli barədə mövqe olmalıdır. Əgər belə şeylər var onda, ona görə məsləhət deyil. Məsləhət deyil, hətta açıq aydın bildirməyəcə o birisini azmağın. Aleykum salam. Amma Ağali Şirvanlı, o məsləhət deyil onunla elm götürmək hələ. Çünki hələbiçidir və necə lazımdır özü də. Məsləhət görmürəm. Düzü danışmışdıq ona bəzi məsələlər barədə, amma hələ bu barədə danışmamışdıq. Bu son hadisələrdə göstərdi özünü. Ona görə məsləhət deyil. Aleykum salam. Брат спрашивает насчет Рената, Абу Мухаммед. Как он? Можно его слушать? Брат, он вообще все запутался сам. И так запутался, сейчас не может выйти от этого. И ему очень трудно будет, пока он с ними, этими хизбитами, непонятными минхаджи, которые людьми. Если он пока с ними, он вообще... Или он должен... Сейчас он в таком положении... Или он должен уже конкретно сказать, что они не правы, все, что было это, все, просто моя ошибка. Или он нас должен это сделать. Он такой сейчас в таком положении. Здесь середины уже нету. Он сейчас в таком положении. Пусть просто Аллах его ислах сделает и наставит на верный путь. А насчет слушания, в таком положении, пока его нежелательно слушать, пока ясность не будет насчет него. Потому что он вообще непонятной позиции. Там отдельные братья, которые когда сидит, говорит, нет, их мнение неправильные. Потом говорит, нет, они правильные. Вообще непонятную позицию он взял. Пока позиция у него ясной не будет, от него вообще его слушать неправильно, не советую, и все. Və aleykum salam. Amma o ki qaldı, bu sələf barədə, sələf forum barədə mənim adımdan Göyçi şey bilər ki, Göyçi normaldır və s. Bu yalan damısı. O sayt hizbi saytıdır, o saytdan özünüzü qoruyun. Və sadəcə bu xavariclər başlayırlar cürbəcür yalan onlara görə halaldır. Darul Hərbdə yəni yalan danışmaq olar. Ona görə bunlar başlayırlar hizbi minhəcinə görə yalan yaymağı ki, gör ki, mən demişəm sələf forum normal forumdur və s. Bu yalan damısı. Mən sizə məsləhət görmürəm elə forumlara girməyə. Sələf forum öz fikirlərini göstərəndə artıq lap dəhşətə gəldim. Lap dəhşətə gəldim, gördüm ki, Sələf forum isə SNG-də yeganə saytlardan biridir ki, hansı ki, sələf adından çox məlumat əhatə edən, özündə əhatə edən saytdır. Yəni, orada işçilər çox fəaldırlar bu barədə. Yəni, bunu gördüm ki, çox fəaldırlar. Məsələn, məqalələri tərcümə eləyirlər, qoyurlar. Yəni, məlumat biraz çoxdur. Sayt yəni bununla seçilir. Sadəcə fikir verdim ki, fikirlər heç də sələfin fikirləri deyil. Heç də sələfin fikirləri deyil. Çünki o fikirləri həmişə alimlərdən eşitmişəm ki, o fikirləri həmişə vurublar.
Salam. Amma ixlasla.com vallahi mən məsləhət görmürəm. Çünki oradakı biraz başçılıq edənlər biraz aydın döl mövqeləri onların. Baxırsan, hizbilər zada beyinlidirlər biraz. Ona görə məsləhət görmürəm. Ancaq bəli, istəyərəm oradan dərslərim çıxsın. İndi görüm qardaşlarım birində deyəcəm, desinlər orada ki, mənim orada dərslərim hamısını çıxardım. İnşallah gələcəkdə ola bilsin də alternativlə eləyəcək bunu. Belə bir çətin bir şey yoxdur orada. İnşallah qardaşları tapışacağım ki, belə bir dənə sayt qoysunlar, dərsləri salamat uşaqlarına qoysunlar ora. Aleyküm salam. Gördünüz, yəni bizim düzdür, belə qrupumuz yoxdur, belə TV. Ancaq kimsə özü açıb evdə məsələn oturub, açıb özü üçün TV orada bir neçə dənə tələbələrin dərsini qoyur. O demək deyil ki, artıq ora mötəbərdir və s. Hələ yerlərə girməyin. Amma qaldı ki, o birisilər 12 TV zad qoysaydılar daha yaxşıdır. Fəcr, nə bilim, hər halda girməyin belə şeylər. Lap belə, o TV lap alladıcı olmasaydı belə, lap elə fərz eləyək ki, göy ki, hələ şey də yoxdur.